Mən bir neçə də tikinti şirkəti ilə görüşmüşəm. Onların heç biri podkastda gəlib danışmaq istəmirlər. Amma onlar klassik Azərbaycan problemini mənə açdılar. Bərabər rəqabət şəraitinin olmaması problemidir. Biz 2015-ci ilə qədər bunu gömrükdə gördük. Nə vaxt ki, monopoliyalar var idi, konkret insanlar, konkret şirkətlər konkret bir mal gətirə bilirdilər. Bu sualım sizə deyil, sadəcə mən diskussiyanı açmaq istəyirəm ki, çünki bu çox vacib bir məqama yaxınlaşacaq da indi o vacibdir. Siz dediniz ki, o koeffisientlər məsələsi var. Bəli. Qanunda onlar hamısı öz əksini tapıb. Lakin siz şərh salmaya müraciət edəndə bir şirkət qarşısında onlar gözlərini yumurlar bu koeffisientlərə. Digər şirkətlər qarşısında yumurlar. Deyirlər ki, 30 sotda istəyirsən 30 mərtəbə tikkinə. Digər deyirlər yox, 30 sotda sən 10 mərtəbə tikə bilərsən. Bərabər yanaşma yoxdur tikinti şirkətlər arasında. Onların ən böyük şikayəti budur. Yəni mənim yadımdadır ki, bu icazə məsələsi icra hakimiyyətlərində olanda hamı necəsə şikayətlənirdi. Amma mən deyirdim ki, vaxt gələcək ki, şükür edəcəksiniz icra başçılarına ki, onlar heç olmasa bərabər şərait yaradıdılar. Onlar öz şəxsi maraqları üzərindən çıxış edərək hamı üçün tək tikinti olsun, eləyin verirlər. Hardasa baş plan zibilini çıxarıblar, o da var. Amma mərkəzləşmiş icra hakimiyyəti orqanının balaca bir səhvi böyük bir nəticəyə gətirib çıxara bilər. Mənim əsas narahatlığım onda idi ki, rəqabətli şərait yaranmayacaqdı.